Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Bugün sizə şok və olduqca vacib xəbərlərlə gəlmişik. Söküntüyə düşən mənzillərlə bağlı hüquqşünasdan kritik açıqlamalar. Hər kəs bunu bilməlidir. Prezidentdən mühüm sərəncam, diqqət mərkəzində olan qurum. Xameneyinin Amerika Birləşmiş Ştatları ilə danışıqlarında güvəndiyi sirli isim üzə çıxdı. Üstəlik maaşlardan tutulacaq yeni ödəniş sizi nə gözləyir? Ətraflı birazdan. Vətəndaşın diqqətinə, kompensasiya ilə razı deyilsinizsə, sizi mənzildən çıxara bilməzlər. Dövlət ehtiyacları üçün daşınmaz əmlakın sökülməsi və kompensasiyaların ödənilməsi prosesi cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Bu zaman bir çox hallarda tərəflər arasında mübahisələrə, narazılıqlar yaşanır. Hüquqşünas Ayxan Məmmədli mövzu ilə bağlı mülkiyyətçilərin hüquqlarını və qanunvericiliyin tələblərini Oxu 24-ə açıqlayıb. Hüquqşünas bildirir ki, söküntü prosesinin əsas hüquqi bazası torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanundur. Bu prosesdə ən mühüm məqam kompensasiyanın məbləğidir. Qiymət müstəqil qiymətçilərin rəyi əsasında müəyyən edilir. Dövlət əmlakı öz başına bazar dəyərindən aşağı qiymətləndirə bilməz. Qiymətləndirmə zamanı əmlakın bazar dəyəri, yerləşdiyi ərazi, texniki vəziyyəti və mülkiyyətçinin çəkdiyi xərclər mütləq nəzərə alınmalıdır. Mülkiyyətçi qiymətləndiricinin seçilməsində iştirak edə bilər. Əgər rəsmi qiymətləndirmə ilə razı deyilsə, alternativ qiymətləndirmə sifariş etmək hüququna malikdir. Bu rəy məhkəmədə sübut kimi tanınır. Kompensasiya ilə razılaşmadıqda nə etməli? Ayxan Məmmədli vurğulayır ki, vətəndaş təklif olunan məbləğlə razı deyilsə, təzyiqlərə boyun əyməməlidir. Qanunvericilik bir neçə müdafiə mexanizmi təklif edir. Bir yenidən qiymətləndirmə tələbi ilk növbədə müvafiq dövlət qurumuna müraciət edilməlidir. 2 inzibati şikayət, qurum tələbi rədd edərsə, yuxarı instansiyalara şikayət verilir. 3 məhkəmə yolu, razılıq əldə olunmadıqda məsələ məhkəmədə həll olunur. Məhkəmə müstəqil ekspertiza təyin edir və adətən bu ekspertizanın rəyi həlledici olur. Vacib qeyd, razılaşma əldə olunmayana qədər vətəndaşın mülkiyyətindən çıxarılması qanunsuzdur. Dövlət yalnız qəti məhkəmə qərarı əsasında məcburi müdaxilə edə bilər. Pul kompensasiyası yoxsa alternativ mənzil. Qeyd olunur ki, qanunvericilikdə kompensasiyanın əsas forması nağd pul ödənişidir. Lakin praktiki olaraq alternativ mənzil variantı da tətbiq olunur. Alternativ mənzil verilməsi dövlət üçün məcburi öhdəlik deyil, vətəndaş üçün isə məcburi təklif deyil. Bu variant yalnız hər iki tərəfin qarşılıqlı razılığı ilə mümkündür. Mülkiyyətçi pul kompensasiyasını üstün tutursa, dövlət real bazar dəyərini ödəməyə borcludur. Hüquqşünas sonda qeyd edib ki, ədalətli kompensasiya prinsipi konstitusiya səviyyəsində qorunur. Vətəndaşlar prosesin şəffaflığını təmin etmək üçün peşəkar vəkil köməyindən istifadə etməlidirlər. Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşları tərəqqi medalı ilə təltif edilib. Oxu 24. Xəbər verir ki, bu barədə Prezident İlham Əliyev agentliyin 10 illiyi münasibətilə sərəncam imzalayıb. Təltif olunan əməkdaşlar aşağıdakılardır. Qədimov Çingiz Sahib oğlu, Məmmədov Elşad Pənah oğlu, Salmanov Azər Ağababa oğlu, Şərifov Rizvan Həmid oğlu, Şiriyeva Kəmalə Məzahir qızı. Onlar vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə təltif ediliblər. İranın yüksək rütbəli qanunvericilərindən birinin verdiyi məlumata görə, Müctəbə Xamenei parlamentin spikeri Məhəmməd Baqir Qalibafın Amerika Birləşmiş Ştatları ilə danışıqlara rəhbərlik etməsini əsas şərt kimi irəli sürüb. İran International-in yaydığı məlumata görə, Tehranın bu strateji gedişi artıq beynəlxalq müstəvidə müzakirə mövzusuna çevrilib. Nojoment az xəbər verir ki, parlamentin vitse-spikeri Mahmud Nəbəvyan cümə günü verdiyi açıqlamada Tehranın şərtlərinin Pakistan tərəfinə ötürüldüyünü və Donald Trumpın bu şərtləri qəbul etdiyini bildirib. Nəbəvyan həmçinin vurğulayıb ki, atəşkəs və danışıqlarla bağlı yekun qərar İranın ali rəhbərliyi tərəfindən verilib.
Azərbaycanda qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən işçilərin əmək haqlarının vergiyə cəlb olunmasında yeni mərhələ başlayıb. Belə ki, 2019-cu il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək qüvvədə olan və 8000 manatadək əmək haqqını gəlir vergisindən tam azad edən 7 illik güzəşt müddəti yekunlaşır. Cari ilin 1 yanvar tarixindən etibarən isə vergi məcəlləsinə uyğun olaraq, həmin sektorda çalışanların aylıq gəlirlərindən 3% dərəcəsi ilə gəlir vergisinin tutulmasına başlanılıb. Bakıpostas xəbər verir ki, məsələ ilə bağlı Oxu 24com açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov 2019-cu ildə muzlu çalışanların əldə etdiyi gəlirlərə görə verginin hesablanmasının dayandırılmasında əsas səbəb əmək münasibətlərinin ağardılması, qeyri-formal əmək bazarı ilə mübarizə və bu prosesdə müəyyən təşviq edici mühitin yaradılmasından qaynaqlandığını bildirir. Ötən dövr ərzində bununla bağlı təbii ki, müəyyən nəticələr oldu. Təxminən 300-400 min yeni müqavilələr bağlandı. Bundan əlavə, mövcud əmək müqavilələrində göstərilən əmək haqqının səviyyəsi də əvvəlki dövrlə müqayisədə xeyli artdı. Çünki bu tədbir yalnız gəlir vergisi üzrə güzəştin verilməsi deyil, eyni zamanda sahibkarlıq subyektlərinə münasibətdə məcburi dövlət sosial sığorta haqqının işə götürənə düşən hissəsinin azaldılması ilə paralel həyata keçirildi. Yəni burada əsas məqsədlərdən biri də eyni zamanda işə götürənlərin əmək münasibətlərini qanunləşdirməsi istiqamətində mövcud olan fiskal təzyiqləri, yükü azaltmaqla prosesi təşviq etmək idi. Və 2026-cı ildə bu güzəştin müddəti bitdi. Amma 2026-cı ildə güzəştin müddətinin bitməsindən əvvəl, 2024-2025-ci illərdə statistik göstəricilərin təhlili onu deməyə əsas verir ki, artıq muzlu əmək bazarında şəffaflaşma meylləri yaxud da ki, bu istiqamətdəki inkişaf meylləri azalmağa başladı. Yəni illik təxminən 2025-ci ildə 10 min, əvvəlki illə müqayisədə yeni müqavilə bağlanmış və muzluların sayı artmışdı. Bu artıq təbii artım sürətinə daha çox uyğun gəlir. Nəinki təşviq edici mexanizmlər vasitəsilə prosesin dəstəklənməsinə. Artıq bu istiqamətdə həyata keçirilən siyasət digər tədbirlərlə əhatə olunmadığı üçün ortaya qoya biləcəyi nəticələri qoydu və bu istiqamətdə doymuş meyillər hiss olunmaqda idi. Və buna görə də hökumət çox böyük ehtimalla o qərara gəldi ki, bu mexanizm artıq öz funksiyasını yerinə yetiribdir və prosesə töhfə vermə ehtimalları azdır. Ona görə də güzəştin müddətini artırmadı. Bu güzəştin müddəti 2025-ci ilin 31 dekabrında bitdi, güzəştin müddətini artırmadı. İqtisadçı əlavə edib ki, fiskal gəlirlərin davamlılığı ilə bağlı risklər formalaşırdı. Buna görə hökumət bu məqsədləri də nəzərə almaqla, hədəfləri də nəzərə almaqla, büdcə gəlirlərini də nəzərə almaqla bu güzəştli müddətin artırılmasından imtina etdi. Lakin mərhələli keçid siyasətini seçdi. Yəni bu il 3%, gələn il 5%, 2027, 2028 və sonraki illərdə 7% olmaqla muzlu gəlirlərə vergilər tətbiq ediləcəkdir. Qeyd edim ki, əvvəlki il bu vergi dərəcəsi 14% idi. Yəni burada 7%lik bir ümumi azaldılma qərarı qəbul edilib. Lakin həmin 7% də digər tərəfdən işçilər tərəfindən, yəni ödənilən əlavə sosial sığorta haqqı olaraq əslində muzlu çalışanın gəlirindən tutulur bugün. Yəni bütövlükdə götürəndə əlbəttə ki, bu konjunkturda qərar qəbul edildi. Əlbəttə arzu olunan deyildi, çünki bir tərəfdən burada eyni zamanda digər bir məqamı da qeyd edim. Bu yanaşmanın özündə də bir fundamental çatışmazlıq vardır. Nə idi bu? Məsələn, dövlət sektorunda işləyib 400-500 manat əmək haqqı alan şəxsə münasibətdə gəlirindən 14% vergi tutulur. Amma özəl sektorda, məsələn, maliyyə sektorunda və yaxud informasiya texnologiyaları sahəsində 8000 manata qədər yüksək gəlir əldə edən şəxsin gəlirindən vergi tutulmur. Yəni bunun özündə də bir fundamental ədalətsizlik çatışmazlığı var idi. Düşünürəm ki, bütün bunları nəzərə almaqla hökumət bu və ya digər şəkildə bu güzəştli müddəti artırmadı. Amma zamanlama heç də adekvat hesab oluna bilməz. Çünki son illərdə inflyasiya təzyiqləri güclənib, qiymətlər artır. Bu eyni zamanda əhalinin alıcılıq gücünə mənfi təsir göstərir və son nəticədə əhalinin borclanmasında da özünü göstərməkdədir. Əhalinin borc yükü ciddi şəkildə son 2-3 ildə artmaqdadır və belə bir şəraitdə onların əmək haqqının bir hissəsinin də vergi şəklində tutulması, təbii ki, alıcılıq imkanını məhdudlaşdırmaqla, dolayısıyla orta uzun müddətli dövrdə əmək bazarında yenidən delegalizasiya prosesinin başlanması, yenidən müqavilələrin daha aşağı əmək haqqı göstərilməklə bağlanması meyllərini təşviq edə bilər, dəstəkləyə bilər.
Digər tərəfdən, alıcılıq gücünün aşağı düşməsinin özünün məcmu tələbə mənfi təsiri və məşğulluğa mənfi təsiri əmək bazarında əmək haqqı səviyyəsinə bütövlükdə artan rəqabət fonunda mənfi təsiri ilə müşahidə oluna bilər. Bu nəticələri biz növbəti mərhələlərdə daha aydın şəkildə analiz edə biləcəyik.